Çindən Azərbaycana yola düşən qatar Bakıya çatdı. Deyirəm, birdən o qatarı tapa bilmərəm, şəklini belə göstərim ki, bu qatar Çindən gəlib, Azərbaycana gəlib, artıq çatıbdır, Bakıya çatıbdır. Çindən Azərbaycana Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə yola düşən qatar Bakıya çatdı. Müsavat.com xəbər reporta istinadən xəbər verir ki, dəhlizdən keçən 237-ci qatar Çinin Yivi şəhərindən yola düşmüşdü. Yəni çıxıb oradan Bakıya gəlib Azərbaycana. Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətinin rəsmilərində iştirak etdiyi tədbir çərçivəsində Çin Avropa Dəmir Yol Ekspres marşrutu üzrə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutundan keçən sadəcə 237-ci blok qatar qarşılanıb. Bəli, Yivi Bakı qatarı ilə gətirilmiş konteynerlər yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək. Bəli, demək bizə Azərbaycana gətirilmiş yüklər Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi nəzərdə tutulur və təmin ediləcək. Bu çox yaxşı bir haldır. Ancaq alqışlamaq lazımdır.